Yaxınlaşmışam Abşeron rayon qaz idarəsinə. Orada bildiriblər ki, sizin sayğaz hazırda fəaliyyətdədir. Və başa düşmüşəm ki, sayğazın oğurlanmağında qaz idarəsinin işçilərinin əli var. Abşeron rayonunun Hökməli qəsəbəsində sakinlər iddia edir ki, bəzi evlərin qaz sayğacları həyətlərdən naməlum səbəblərlə götürülür. Onların sözlərinə görə bununla bağlı şikayət edildikdə isə sayğaclar yenidən yerinə quraşdırılır. Hazırda Abşeron rayonunun Hökməli qəsəbəsi Rəsul Rıza küçəsindəyik. Qeyd etmək istərdim ki, Patrul Az redaksiyasının əməkdaşları olaraq biz bura şikayət əsasında gəlmişik və məndən arxada gördüyünüz kimi baxın. Hazırda sizə təqdim edirəm. Qazın iyi və səsi də gəlir ki, necə buraxır. Yəni, bu da ondan ibarətdir ki, ərazidə sakinlərə məxsus evlərdən qaz sayğacları oğurlanır və şikayətçi isə bizə bildirir ki, ərazidə təxminən 400 ailənin yaşadığı evlərdən qaz sayğacları oğurlanıb. Buyurun. Daha ciddi iddia isə odur ki, bəzi hallarda sayğacsız şəkildə evlərə qeyri-qanuni qaz xətləri çəkilir və ödənişlərin rəsmi deyil, birbaşa Azərqaz əməkdaşlarına edildiyi bildirilir. Məsələnin nə dərəcədə doğru olduğunu araşdırmaq üçün Hökməli qəsəbəsində olduq, şikayətçinin mövqeyini dinlədik. Abdullayev Zaur Əmiroğlu, Hökməli kənd sakini. 2025-ci ildə qaz sayğacı oğurlanıb, yanvar ayının 3-də rəsmi qeydiyyatda polisə oğurluqla bağlı ərizə yazmışam. Yaxınlaşmışam Abşeron rayon qaz idarəsinə. Orada bildiriblər ki, sizin sayğaz hazırda fəaliyyətdədir. Və başa düşmüşəm ki, sayğacın oğurlanmağında qaz idarəsinin işçilərinin əli var. Onlara şikayət edəcəyim barədə xəbərdarlıq eləyəndən sonra qaz sayğacını növbəti gün tapıb mənə təhvil veriblər. Lakin qaz sayğacına heç bir quraşdırma və bulomb işləri həyata keçirilməyibdir. Bir qədər əvvəl siz bildirdiniz ki, bəzi bu ərazidə yaşayan sakinlər var ki, onlar aylıq 20 manat Azərqaza pul ödəyirlər. Bununla bağlı istədiyim məlumat verəsiniz. Çünki vətəndaşlar bəziləri sayğaclar oğurlanıbdır. Onlar birbaşa xəttə qoşulduqlarına görə və o özləri də etiraf edəcəklər ki, bu barədə sadəcə olaraq istəyirəm ki, dövlət orqanları həmin sayğacları oğurlanan vətəndaşlardan monitorinq aparsınlar. Onları dindirsinlər, kimə nə qədər pul ödədiyinə və neçə yüz vətəndaşın sayğacı oğurlandığı barədə özləri məlumat versinlər. İddia olunurmu ki, yəni şübhələndiyiniz adam varmı ki, kimlər bunu oğurlayır? Burada qrup şəklindədir, əslinə qalsa qrup şəklində oğurluq baş veribdir və həmin işin içində olan insanların rəsmi, yəni tam səs yazıları mövcuddur. Qeyd etmək istərdim ki, Hökməli qəsəbəsində qeyri-qanuni yollarla qaz sayğacı olmadan, yaxınlaşın zəhmət olmasa təqdim edək. Baxın, qaz sayğacı yoxdur, amma qeyri-qanuni yollarla evlərə qaz xətləri çəkilib. Yəni ki, şikayətçi iddia edir ki, burada bəzi qaz sayğacı olmayan ev sakinləri Azərqaz əməkdaşlarına aylıq pul ödəyirlər ki, evlərinə rahat qeyri-qanuni yollarla qaz xətti çəksinlər. Bunu axırıncı dəfə şikayət mən onlara bildirdim ki, sizi prokuratura hamınızı şikayət edəcəm. Növbəti gün bir ildən sonra gətirib sayğacı bu qaydada verirlər. Halbuki buna bulomb vurulmalıdır. Özləri bildirlər ki, gəlib biz bulomb verəcəyik. Mən də etiraz elədim ki, ona laboratoriyadan gəlib bulomb vurmalıdır. Sizin ixtiyarınız yoxdur. Onlar isə bildirdilər ki, biz bu işlə məşğuluq, heç bir problem yoxdur. Gətirib ərazidə beləsinə hadisələr çox olub. Biz onun qarşısını alırıq, gətirib sayğac bulomb vuracağıq. İndiyə kimi də vurmurlar. Bir qədər əvvəl sizinlə biz bərabər çəkiliş elədik ki, orada qaz sızması var idi. Halbuki orada sayğac olmalıdır. O barədə siz Azərqaz əməkdaşlarına məlumat vermisiniz? Bir ildir mən onlara məlumat verirəm, heç bir tədbir də görmürlər. Bir ildir yəni qaz axıbı gedir. Əgər şikayətçinin iddiaları doğrudursa, burada söhbət artıq təkcə qaz sayğacından yox, dövlətin qaz sisteminə qanunsuz müdaxilədən və təhlükəsizlik riskindən gedir. Vətəndaş iddia edir ki, illərdir davam edən bu vəziyyətə göz yumulur. İndi isə əsas sual budur. Hökməlidə qaz sayğaclarını kim və hansı əsasla sökür? Sayğacsız çəkilən qaz xətlərinə kim nəzarət edir? Və ən əsası, edilən ödənişlər hara gedir?